Allah Azze ve Celle hakkında buyurur. Şeyh burada ki Allah Azze ve Celle insanların değerini, qədrini bilməyəcəyi və qədrini, dəyərini düzgün verə bilməyəcəyi dərəcədə Allah Azze ve Celle əzəmətlidir. Allah Azze ve Celle'nin elmi, Allah Azze ve Celle'nin hikməti, Allah Azze ve Celle'nin məhəbbəti, fərəhi hamısı əzəmətlidir və öz ucalığına, kamilinə layiq bir şəkildədir. Hansı ki, naslarda da bu haqda gəlib. Allah Azze ve Celle ehtiyacsızdır, qardaşlar. Allah Azze ve Celle'nin heç bir məxluqa ehtiyacı yoxdur. Və bununla yanaşı, və biz görürük ki, məsələn, hədislərdə, rivayətlərdə gəlir ki, Allah tövbə edənin tövbəsinə sevinir, düzdür? Bəs Allahın tövbə edənin tövbəsinə ehtiyacı var? Yoxdur. O tövbə edəni tövbə etməyə müvəffəq eləyən də Allahdır. Ona sevinən də Allahdır. Həm səni xeyir işə müvəffəq eləyir, həm səni tövbə eləməyə müvəffəq eləyir, həm də buna görə sevinir. Allah Azze ve Celle ehtiyacsızdır. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellem Buxari və Müslimdə gələn hədisdir, qardaşlar, sahihində gəlir. Buyurur ki, Ra'aytu kəənni utitu bi qadahin. Mən deyir, yuxuda göstərilir Peyğəmbər sallallahu aleyhi ve sellem. Mən deyir, mənə bir qədəh verildi. Başqa bu hədisin başqa ləfsləri orada gəlir ki, süddən bir qədəh verildi, bir qədəh süd. Burada isə gəlir ki, bir qədəh verildi. Fəşəribtu. Mən bundan deyir, içdim. O qədər içdim ki, sanki deyir, dırnaqlarımdan onun artıq çıxdığını ancaq sanki hiss elədim. O qədər yəni içdim. Thumma nawaltu fadli Umara. Sonra deyir, bunun deyir artığını, artıq özüm içəndən sonra Ömərə verdim. Kimə? Ömər kim? Ömər ibn-i Xattab radiyallahu anh. Qalu, səhabələr deyirlər ki, fəmə əvvəltəhu ya Rasulallah. Ey Allahın Rasulü, Ömərə verdiyin, yəni ona ötürdüyün nə idi deyir? Yəni o içdin və ona ötürdün qalanını nə idi? Qal deyir ki, əl-ilm. Elm idi deyir ona verdiyim. Əl-ilm. Fikir ver. Baxın, burada Peyğəmbər sallallahu aleyhi ve sellem elmi nəyə bənzədir? İçilən bir şeyə. Düzdür? İçdim deyir. Mənə deyir bir qədəh verildi. Mən ondan içdim, doyunca içdim, bol içdim. Və sonra qalanı Ömərə verdim. Deyir, o nə idi o ey Allahın Rasulü? Ömərə verdiyində o içdin, qalanını ona verdi. Deyir, elm. Bax, elmi nəyə bənzədir? İçilən bir şeyə. Qəlbin qidası ona görə. Bax, qəlblər də içir. Qəlblərin də içdiyinə var, içki var. Qəlbin yeməyi, qəlbin içkisi var. O nədir? Elm. Vəhiy, Quran və sünnə. Ona görə qəlblərin həyatı öldükdən sonra yerin həyatına bənzədilib. Qəlblərin həyatı yer öldükdən sonra necə canlanır? Qəlblərin də ölməsi və canlanması, həyat tapması var. Bax, ona bənzədilib. Allah Azze ve Celle bu haqda bizlərə xəbər verir. Baxın, Hədid surəsi 16-cı, 17-ci ayədə Allah Azze ve Celle buyurur. Möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması vaxtı gəlib çatmadı mı? Onlar özlərindən öncə kitab verilmiş kimsələr, yəni yahudilər və xəçpərəstlər kimi olmasınlar. Onların üzərindən peyğəmbərləri ilə özləri arasından uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Qəlbləri sərtləşmişdi. Onların çoxu fasıq kimsələrdir. Sonra buyurur ki, İ'ləmu ənəllaha yuhyil arda ba'də mevtihə qad bəyyənnə ləkumul əyəti ləalləkum təqilun. Bilin ki, Allah yer üzünü ölümündən sonra dirildir. Biz ayələri sizə izah edirik ki, bəlkə anlayasınız. Bax, əvvəldə nədir keçdi? Qəlblərin sərtləşməsi, qəlblərin ölməsi. Sonra deyir, bilin ki, biz yer üzünü ölümündən sonra dirildirik. Ona görə şeyx buyurur ki, yəni ayədə o keçən oldu ki, yəni qəlblərin yumşalması, Allahın zikri ilə, xuşu ilə yumşalması vaxtı gəlmədimi? Bu da Allahın əmrlərinə riayət edib qadağalarından çəkinməklə olur. Haqqa boyun əyməklə olur. Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyinə tabe olmaqla olur. Bu ayədə Allah Azze ve Celle bizləri, möminləri, müsəlmanları nəyə yönəldir? Çalışmağa, qəlbin xuşusunu əldə etməyə, Allah üçün qəlbdə xuşunun formalaşmasına çalışmağa çağırır. Əgər insan da yəni həmən o vəhy ilə, həmən o Allahdan gələn hidayətlə
qəlbini canlandırarsa, qəlbinə həmən o suyu, belə deyək ki, yerin suyu içdiyi kimi o hidayəti, o haqqı içirdərsə qəlbinə, qəlbi nə olar, qardaşlar? Qəlbi canlanar. Necə ki, yer öldükdən sonra Allah Azza və Cəllə bərəkətli bir yağışla yeri dirildir yenidən, qəlblər də həmən ölü olandan sonra, qəlblər də ölür. Qəlblər ölür, qardaşlar. Daşlaşır, sərtləşir. Ondan da sərt olur. Və onun dirilişi, onun yumuşalması, bax, ayədə keçdiyi kimi, qəlbləri yumuşalmasının vaxtı gəlib çatmadı mı, deyir. Bu nə deməkdir? Belə suallar Allah Azza və Cəllə tərəfindən təşviqdir. Yəni, artıq vaxtıdır, yumuşaldın qəlbinizi. Qurandan və sünnədən olan o bərəkətli yağışla, o hidayətlə. Və sonra digər ayədə, Rad surəsi 17-ci ayədə Allah Azza və Cəllə buyurur ki, Allah göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış köpüyü götürüb aparır. Bax, köpüyü, üzə çıxmış köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə buna bənzər köpük olur. Amma sonunda nəticədə nə olur? Yoxa çıxıb gedir. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Bax, Allah belə misallar çəkir. Görün, nə gözəl bir şəkildə Allah Azza və Cəllə misallar çəkir bizlər üçün. Zehnimizə yaxınlaşdırmaq üçün, bizi məsələn başa salmaq üçün. Allah Azza və Cəllənin qəlblər üçün qida olan, içəcək olan həmən o endirdiyi elmdə, iman da bax bunun kimidir. Bunu Allah Azza və Cəllə göydən endirdiyi suya bənzədir. Və qəlblər də bir qablar kimidir, qardaşlar. Bir vadi kimidir, bir qab kimidir. Bu vadilərdən də böyüyü var, balacası var. Necə ki, torpağa həmən o su qarışır. Qardaşlar, torpağa o su qarışır. Və eləcə də qəlblərə də şübhələr və şəhvətlər bax, o cür qarışır. Fikir verin, qardaşlar. Necə ki, torpağa o su qarışır. Eləcə də qəlbə bu cür şübhələr və şəhvətlər insanın qəlbinə, insanın bədəninə qarışır, yayılır. Həmən o şübhələr, şəhvətlər və s. həmən o suyun üzərində qalan köpük kimidir. Əgər insan qəlbinə həqiqi qidasını, həqiqi içkisini, hidayəti, Quranı, sünnəni, Allahdan gələn elmi yerləşdirərsə, necə ki, selin üzərində faydalı şeylər qalmışdı, köpük çıxdı, getdi. Bax, o cürdə həmən o şəhvətlər, şübhələr çıxıb gedəcək, yerində isə faydalı olan qalacaq. Nəticə dedir, odur ki, qəlblər də bir qablar kimidir, deyir. Özündə xeyri və şəri neyir? Cəm edir. Əgər qəlb xeyirlə dolarsa, əlavəsi xeyir olaraq, haqq olaraq əlavəsi də çölə axacaq. Yox, əgər şərlə, batillə dolarsa, onun əlavəsi də nə olacaq? Şər və batil. İbnül Cevzi rahimehullah deyir, Zəmmul Həvə kitabında Əhməd ibn Xadravayhdən deyir ki, qəlblər qablar kimidir, deyir. Əgər qəlblər haqla dolarsa, onun deyir, bədəndə üzə çıxan o artığı, həmən o qabın artığı üzə çıxar. Amma xeyir olaraq qəlblər haqla dolarsa. Yox, əgər batillə dolarsa, onun o şərri, batili də əzalarda artıq üzə çıxar. Şeyx bu öncəki hədislərin birində deyirdi ki, sələflərdən gətirirdi ki, deyir, Əl-qulubu qudurun fis-sudur. Qəlblər deyir, sözün əzəmətinə baxın, qardaşlar, gözəlliyə baxın. Əl-qulubu deyir, qudurun fis-sudur. Qəlblər sinələrdə olan bir qazanlar kimidir, qazan kimidir, qabdır. Ona deyir, nə tökərsənsə, o da oradan çıxar. Və dil də deyir, dil. O qazana salınan bir qaşıq kimidir. Qəlbdə olanı dildən insan nə edir? Qaşıqlayıb sanki bir növ çölə çıxardır. Və artıq sən qəlbini nə ilə doldursan, dilindən də o çıxacaq. Haqq doldursan, haqq çıxacaq.
batil doldursan, batil çıxacaq. Ona görə qardaşlar, həmin o qabı nə ilə doldurduğumuza biz fikir verməliyik. Haqla, tövhidlə, imanla bunu doldurmalıyıq. Ki, hətta bu əzalarda da bu özünü göstərsin və dilimizdən də o çıxsın. Və Allah Azza və Cəllə də hara baxır, həmən o qəlbə baxır. Görüm, sən ora nə doldurursan? Nə var orada? Və çıxan da başqa bir şey olmayacaq. Nəyi doldurmuşsansa qəlbivə bir qab kimidir. O çıxacaq. İbn Rəcəb rahimehullah görün nə deyir? Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabına deyir, sən baxsan, görərsən ki, onlar çox oruç, çox namaz, yəni əshabı deyildilər. Yəni gecə-gündüz namaz qılsınlar, gecə-gündüz oruç tutsunlar, belə deyildilər. Amma deyir, onların qəlbi salamat idi. Onların qəlbi salamat idi. Onların qəlbi Allaha xuşu ilə, Allaha sevgi ilə, Allaha əzəmətləşdirməklə dolu idi. Allah qatında olana deyir, rəğbət göstərirdilər. Fani olan şeylərə isə deyir, zahiri idilər. Buna görə deyir, onlar üstün idi. Necə ki, Müsnəddə gəlir ki, Ayşə radiyallahu anha deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, İnni a'lemukum billahi və ətqakum lehu qalbə. Mən deyir, sizin içərisinizdə Allahı ən çox tanıyanam, Allahı ən çox bilənəm. Və eyni zamanda sizin içərinizdə qəlbi, bax qəlbi xüsusi buyurur, qəlbi daha təqvalı olanam. Sizin içərisinizdə Allahı daha çox tanıyan və qəlbi daha təqvalı olanam. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu deyir. Təqvanın da yeri qəlbdir, qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem digər insanlardan bax, o qəlbində olan o təqvası ilə, o imanı ilə, Allaha olan o elmi ilə üstün idi. Və eyni zamanda səhabələr. Baxın, İbn Məsud radiyallahu anhu nə deyir? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əshabı haqqında öz dostlarına deyir. Tabeinlərə yəni. Deyir ki, siz deyir, Muhammed sallallahu aleyhi ve sellemin əshabından daha çox namaz qılırsınız, daha çox oruç tutursunuz. Namaz və oruç baxımından deyir, siz onlardan çoxsunuz. Amma onlar sizdən deyir, daha xeyirli idi. Fikir ver. Qalu limə, ona görə sual verin. Niyə görə? Deyir ki, deyir, çünki onlar dünyaya qarşı sizdən daha zahid idilər. Ahirətə isə daha çox rəğbətli idilər, deyir. Fikir ver. Zahirə əməllərə gəldikdə, siz deyir, onlardan daha çox namaz qılırsınız. Çünki onları da görüb, bunları görüb. Onlardan daha çox oruç tutursunuz, onlardan daha çox namaz qılırsınız. Amma onlar sizdən deyir, daha xeyirli idilər. Qəlbdə olan məsələlərə görə. Dünyaya qarşı zahid, ahirətə isə rəğbətli idilər. Deyir, sizi Əbu Bəkir oruç və namazla deyir, keçmədi. Lakin sinəsində olan qəlbinə yerləşdiyi bir şeylə deyir, sizi keçdi. Belə bir kəlmə deyir. Qədim alimlər deyirdilər ki, onun deyir, qəlbində yerləşən Allah sevgisi və Allahın yaratdıqlarına qarşı olan xeyir istəməsi idi. Və sonra Fatimətü bint Abdülməlik, Ömər ibn Abdüləzizin zövcəsi olub. Ondan soruşurlar ki, Ömər ibn Abdüləziz rahimehullah öləndən sonra onun əməlləri haqqında Fatimədən soruşurlar. Fatimə bint Abdülməlik. Deyir ki, vallahi deyir. Bax, and içərək deyir. Vallahi deyir. Mə kənə bi əksərin nəsi salətən və lə bi əksərihim siyəmə. O deyir, insanların ən çox oruç tutanı, insanların ən çox namaz qılanı deyil, deyir. Lakin, bir dənə də and içir. Lakin, vallahi deyir, mən Ömərdən, yəni Ömər ibn Abdüləzizdən daha çox Allaha qarşı təqvalı olan görmədim, deyir. Allahdan, Ömərdən daha çox qorxanını görmədim, deyir. And içərək deyir. Vallahi deyir, ondan daha çox Allahdan qorxanını görmədim. O deyir, yatağına yatardı, deyir. Allahı zikr eləyərdi. Allahı zikr eləyərdi. Və sərçəni tutanda o necə qorxudan tir-tir əsirsə, o yatağında deyir, o cür tir-tir əsərdi, deyir. Hətta biz deyirdik ki, sabah olacaq, insanlar xəlifələrini itirmiş olacaq. Nə mənadadır? Yəni, öləcək bu adam bu halı ilə.
İnsanlar səhər olacaq, artıq xəlifələr olmayacaq. Yəni bu halıyla bu öləcək. Gör, bir qadın öz əri haqqında deyir, qardaşlar. O əri də kim olub? Xəlifə vaxtından gedir söhbət. Xəlifə olub. Xəlifə, dövlətin başçısı. Gör, bir insandakı olan təqvaya bax. O insandakı olan xuşuya bax. Allah qorxusuna bax. Amma əməllərə gəldikdə deyir, o insanların ən çox əməl eləyəni deyil, deyir. Namaz baxımından insanların ən çox namaz qılanı, oruç baxımından insanların ən çox oruç tutanı deyildi. Amma deyir, vallahi deyir, Allaha qarşı ondan daha çox qorxanı görmədim. Allahdan ondan çox qorxanı görmədim. Deyir. Təsəvvür elə, insan zikr eləyir. Zikr eləyir. Allahı xatırlayır və Allaha olan qorxusundan tir-tir əsir. Tir-tir əsir. Bu nə deməkdir, qardaşlar? Görün, bu insanın halı necə olub Allaha qarşı. Yəni onların, bax, bu sələflərin, bu sahabələrin, tabeinlərin, ətbə tabeinlərin və bu bizim salih sələflərimizin digər insanlardan üstün olmaları, qardaşlar, bax, məhz bu təqvalarına görə idi. Allaha olan bu bağlılıqlarına görə idi. Sələflərin üstünlüyü, bax, qəlblərinin salamatlığına görə idi, təqvalarına görə idi. Və bu qəlblərində olan həmən o təqva da onların elmlərinə görə idi, qardaşlar. Bu elmlə onlar o qəlblərini o cür təmizləmişdilər. Qəlblərini islah eləmişdilər. Deyirdi ki, sələflər elm tələb etmək, nafilə ibadətlərdən, nafilə namazlardan daha üstündür, daha fəzilətlidir. İnsanın qəlbini təmizləməklə məşğul olması, onun namazı, orucu çoxaltmasından daha mühümdür. Niyə, qardaşlar? Niyə? Bax, biz bayaqdan gördük ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdə torpağı misal çəkdi. Düzdür? Və torpaqda bitən bitkiləri misal çəkdi. Yağışı misal çəkdi. Bir növ torpaq, bir ərazi fikirləşin. Orada tikanlı bitkilər var, bir-birinə qarışmış otlar var və bitkilər var, ağaclar və s. Və sən orada nəsə əkmək istəyirsən. Sən orada nəsə əkirsən. Amma orada tikanlar var, kol-kos var. Sən əkdiyin o şeyin faydasını görə bilərsən, oradan faydalı məhsul əldə edə bilərsən, eləyə bilməzsən. Amma o torpağı, həmən ərazini birinci, kol-kosdan təmizləsən, daşdan, çayırdan və s. təmizləsən, torpağı təmiz hala gətirsən, ora bir dənə də toxum əksən, 2 dənə toxum, inşallah ki, onun bəhrəsini sən görə bilərsən, düzdür? Amma o kol-kos olan bir torpağa nə qədər toxum səpirsən səp, məhv olub gedəcək orada. Sən onu oradan barını əldə eləyənməzsən, məhsul əldə eləyənməzsən orada. Bax, qəlb də elədir, qardaşlar. Qəlbin misalı o torpağın misalındadır. Əməl də ora əkdiyin o toxumun misalındadır. Sən qəlbini birinci təmizləməlisən ki, ora əkdiyin o toxum cücərsin və sən onun bəhrəsini görəsən. Qəlbini təmizləməlisən ki, qəlbini islah etməlisən ki, etdiyin əməlin faydasını görəsən. Bəhrə versin, sənə faydası olsun. Bax, məsələ buradadır, qardaşlar. Ona görə qəlblə məşğul olmaq, nafilə ibadətlərlə məşğul olmaqdan daha üstündür. Elmlə məşğul olmaq, qəlbi elmlə imar eləmək daha mühümdür. Çünki oradadır. Əvvəldə də dediyimiz kimi, hər şeyin kökü oradadır. Köklə məşğul olmalısan. Kökü islah eləməlisən, kökü sağlamlaşdırmalısan. İmanın kökü oradadır, küfrün kökü oradadır, təqvanın kökü oradadır, şirkin, şübhənin və s. Sən nə etməlisən? O qəlbindən şirkin, küfrün, bidətin, şübhələrini söküb atmalısan. Necə ki, o bərəkətli, verimli bir torpaqda daşları, tikanları, zərərli şeyləri götürməlisən, birinci uzaqlaşdırmalısan ki, ora bir şey əkə biləsən. Sənin qəlbin gözəldir. Qəlb Allahı zikr etmək üçün olan bir yerdir. Amma orada olan şübhələr, orada olan şəhvətlər, orada olan batillər, şirkin kökləri o qəlbdən sənə faydalanmağı qoymur. Ona görə oranı təmizləməlisən. Oranı təmizləməlisən və Allahı zikr edən bir qəlb yerinə çevirməlisən oranı. Orada şübhəyə, şəhvətə yer qoymamalısan. Uca Allahdan dilərim ki, bizləri eşidib faydalardan etsin. Allah Azze və Celle bizlərin qəlblərini islah etsin. Peyğəmbər sallallahu aleyhi ve sellem
təqva haqqında nə deyir? Qəlbini göstərir. 3 dəfə. Təqva buradadır deyir. Təqva buradadır, təqva buradadır. Və hər şeyin başı da təqvadadır. İmanın da başı oradadır, onu islah etmək lazımdır. Allah Azze və Cəllə bizlərə istifadələrdən etsin. Allah Azze və Cəllə bizlərin qəlblərini islah etsin, bizlərin qəlblərini birləşdirsin. Allah Azze və Cəllə bizi şeytanın şərrindən, fitnəsindən uzaq etsin. Bidət əhlinin, şübhə əhlinin şərrindən uzaq etsin. Bizləri Quran və sünnənin nuru ilə nurlanmağı müvəffəq eləsin. Quran və sünnənin yağışı ilə, bərəkətli, o bol yağışı ilə qəlblərimizi sulamağı bizlərə müvəffəq etsin ki, hətta biz onun səmərini, bəhrəsini bu dünyada da, axirətdə də görək. Və subhanəkə Allahümə və bihəmdik. Əşhədu ən la iləhə illə ənt əstəğfirukə və atubu iləyik.